İşte, dostlar arasında və ailə içində danışmaq növbəsi sənə çatanda həyəcanlanır. İnsanların səni izlədiyini nəzərə alanda narahat olur və sıra sənə yaxınlaşdıqca ürək döyüntülərinin sürətləndiyini hiss edirsənsə, ekrana yaxın əyləş. Söhbətə hardan və necə başlayacağını düşünmək uğursuz bir yanaşmadır. Əgər bu problemləri aradan qaldırmaq istəyirsənsə, başlayaq. Özünü müşahidə elə. Danışan insanlara bax, onları analiz elə və sonra özünü qeyd eləyərək dinlə. Məsələn, nağıl danışanda və ya şeir oxuyanda özünü çək, səhvlərini və əskiklərini gör. Nəfəs məşqi. Növbə sənə çatanda həyəcanlanırsansa, diafraqmadan istifadə eləyərək burundan dərin nəfəs al və yavaş-yavaş burax. Bu, ürək döyüntülərini sakitləşdirir və bədəni oksigenlə təmin eləyir. İndi özünü sınamaq vaxtıdır.